həvəs və əzmkarlıq sayəsində istədiyinə nail oldu. Söhbət 20 yaşlı avtomobil ustası İbrahimdən gedir. Hansı ki, qısa müddət ərzində həm TikTok, həm də digər platformalarda böyük populyarlıq qazandı. Bugün biz məhz onun məkandayıq. Salam İbrahim bəy, hər vaxtınız. Salam İlqar bəy. Necəsiz? Şükür, sağ olun. Siz nətərsiniz? Çox sağ olun, yorulmayasınız. Deyəsən iş başındasınız. Bəli, bu günlərdə Santa Fe-nin amortizatorunu yığırıq elə, görək necə olacaq. Biz bilirik ki, qısa müddətdə TikTok və digər platformalarda populyarlıq qazandınız. Hər kəs sizdən danışdı. Siz avtomobil ustasısınız, daha doğrusu desək, amortizator ustası. Bizə də maraqlıdır ki, bu sizin uşaqlıq arzunuz idi, yoxsa necə? Yəni necə oldu, həvəs yarandı bu işə? Belə deyim, mənim atam 35 ildir bu sənətdə idi. Yəni onu gördüm, həvəsləndim. Özüm də belə deyim də 8-ci sinifdə qaldım. Məktəbdən çıxdım. Gördüm ki, nə edə bilərəm. Yəni özüm də gələcəkdə bir ailə saxlayacağam. Bunların hamısını fikirləşdim. Gəldim atamın yanına, işləməyə başladım. Hazırda bax, nəyin üzərində işləyirsiniz? Hazırda Santa Fe-nin amortizatorunun içində Mercedes yığırıq. İndi bunun içində mən şaybalardır, Porsche-dur, klapandır, silindir sistemidir. Bunların hamısını mən sizə tək-tək göstərəcəm. İndi kömək eləmək istəsəz, mənə də biraz kömək edərəm. Bir yerdə eləyərik. Bu, yəni manjetin qırağındakı burjundur. Yəni bu manjeti saxlayır. Bu olmasa manjetdən yəni yağı buraxar. İş prosesi bizdə burada. Bu gördüyünüz nöqtədə olacaq. Əsas məsələ bu Porsche-dur. Bu gördüyünüz Porsche-nu biz xaricdən gətirdiririk. Hansı ki W222 Mercedes S-Class-ın Porsche-nudur. Onun içinə abrezis götürüb xaricdə 10 min dənə, 20 min dənə hazırlatdırıb gətirib burada yığırıq. İndi çoxlusu götürüb, yəni videolardan da görsəz 124-ün Porsche-nudur. Bu gördüyünüz Porsche mən hərdən videolarda göstərəm, məsələn içindən enerji içəcəyinin nəsə lenti çıxır falan, elə bir şeylər çıxır. Yəni bu 500 min, 600 min getmiş Porsche-nudur. Bu da ki, nə edirsən elə yığılanda boşluq əmələ gəlir. Bəs ustalar necə olur ki, siz dediyiniz məhsullardan istifadə edirlər? Yəni belə deyim, indiki zamanında çoxsu bundan istifadə edir. Yəni redki insan olar ki, bundan, yəni mən gətirdiyimdən istifadə edir. Hardan gətirirsiniz bunları? Bunları xaricdən gətiririk. Bizim belə deyim də, işləmə yerimiz, maşını sökmə yerimiz buradır, hal-hazırda. Gördüyünüz kimi burada avtomobil də var. Bunun üstündə məsələn bizim təmir etdiyimiz amortizator sistemidir. Biz əsas məsələ göstərək onu. Sasokun rolunu göstərəcəyəm ki, sizə. Bir dənə indi bunu da yaxından çəkin. Bu da gördüyünüz kimi üstündə burada, bax, görürsünüz, sasoklar. Bu da nə üçündür? Əsas rolunu sizə indi izah edeyim. Məsələn, maşını düzəldirik, sürürük, yoxlayırıq. Müştəri indi deyir ki, mən biraz bunu yumuşaq istəyirəm və yaxud bərk istəyirəm. Mən indi bunu nə etməliyəm? Ya zubor çıxartmalıyam, ya da üstünə sasok varsa üstündə qırqovka edirəm. Çox usta sasoksuz eləyir deyə müştəri deyəndə ki, qardaş, mən bunu yumuşaq istəyirəm biraz da. Deyirlər ki, qardaş, get bir həftə sürgünən bu yumuşalacaq. O da düzgün bir şey deyil. Əslində biz amortizatordan az dost danışacağıq, amma burada əsas məqsədimiz odur ki, sizin həyatınızı biz ön plana çəkək. Çoxlar deyir ki, təhsil önəmlidir, təbii ki, önəmlidir, biz buna razılaşırıq. Amma elə bir şərt də yoxdur ki, hamı təhsili olmalıdır. Əgər sənət varsa, bacaracağımız bir iş varsa, bununla da məşğul ola bilər. Bax, bunu geniş anlamda necə təsvir edərdiniz, necə danışarsınız bu barədə? Belə deyim sizə, təhsil önəmlidir təbii ki. Amma həyatda insanın sənəti olmalıdır. Çünki harası bir şirkətə işə də girə bilərsən, o gün şirkət batıda bilər, gələcəkdə nəsə ola bilər. Amma insanın əlində sənət qalır, həmişə qalır. Yəni, sabah birisi gün nəsə olsa, qaldın belə, sənəti yönlənə bilirsən. Və sizi qınayan oldu mu? Məsəl üçün, niyə təhsilin başını buraxdın, artıq... Bəli, əsasən nənəm onu deyirdi. Yaxınlarım onu deyirdi ki, təhsilə yönəl, oxu, elə. Amma ki, mən bu yolu seçdim ki, çünki gördüm ki, bunda həvəs var. Mən bu işi Azərbaycanca da, dünyada da tanına bilərəm. Yəni, məndə bu var. Bəli, adətən elə olur. Evdə bəzən məcbur edirlər ki, uşaq məktəb bitirsin, universitet daxil olsun, ali təhsil alsın. Sizdə bax, bu necə idi? Atanız, dediyim kimi, ananız və yaxınlarınız məcbur edirdi sizi təhsil alası yoxsa? Belə deyim də, anam, atam xeyr, o qədər məcbur etmirdi. Mənə deyirdilər ki, əgər savadın varsa, oxuya bilirsənsə, oxu. Düzdür, savadım var. Yəni, normal dərəcədə savadım var. Yəni, o qədər də
cahil biri deyiləm. Amma ki, belə deyim də, mən sənəti daha üstün görürəm. Özümdə sənəti daha üstün görürəm. Siz çox maraqlı bir nüansı toxundunuz. Əgər savadın varsa oxu və əgər həvəsin varsa da oxu. Bəli. Sizdə yəqin ki, o oxumaq həvəsi yox, daha çox bu işdə işləmə həvəsi var idi. Bu işi daha çox sevirəm. Bu sənət sizdə atanızdan qalıb. Yəni atanız da məşğuldur bu işlə, sadəcə olaraq siz onun yolunu davam edirsiniz. Bəli, indi atam özü səhhətinə görə davam etdirə bilmir. Ona görə artıq sırf özümə. Həm də siz bu sahəni tanıtmaqsınız xaricdə. Bəli, təbii Hansı ki. addımlar atmısınız? Belə deyim də, sosial şəbəkələrdə çox böyümüşük. Hal-hazırda məsələn TikTokda 160 min, Instagramda 60 min, YouTube'da isə sırf qlobalda xaricilər izləyir. Orada da 60 min takipçimiz var. Yəni belə deyim də, amortizatorun üstünə gedən proseslər götürərik. Məsələn, keçən dəfə bir dənə Hyundai-ın üstündən çıxmışdı. Çeşkanın amortizatorudur, altına da Hyundai Sonata'nın altlığını svarkalayıblar, qoyublar üstünə. Bu qətiyyən düzgün bir şey deyil. Yəni belə edən ustalar var. Mən bunlara həmişə qarşıyam. Yəni bu iş deyil. Yəni bir markanın detalını digər markaya yerləşdirir. Svarka işinə ümumiyyətlə mən qarşıyam. Çünki bu yol gedəndə qırıla bilər. Sizdə bu həvəs atanızdan gəldi. Ondan sonra məsəl üçün çətinliklərlə üzləşdiniz təbii ki. Belə bir vəziyyət oldu mu? Məsəl üçün sizin motivasiyanız düşdü və artıq dediniz ki, ən yaxşı təhsilə qayıdım, bu işin də başını buraxım. Elə bir an oldu. O da ki, TikTokda davam eləyəndə məsələn videonu atırdım, əngələ düşürdü, izlənmirdi falan. Biraz həvəsdən düşürdüm, amma tam həvəsdən düşmürdüm. Davam edirdim. Yenə də atırdım. Atam mənə deyirdi ki, sən belə deyim də reklamla sosial şəbəkədən müştəri gətirə bilməzsən. Davam edirdim. İlk klientim hələ də yadımdadır. Bir dənə Nissan Sunny idi. Gəldi, qozu daha idi. Özü də razı getdi yanımızdan. Ondan sonra başladım. Müştərilər də çoxaldı. TikTokda sizə tənqid yazanlar, məsəl üçün get ondan sonra təhsil al, oxu, bu nə işlə məşğulsan və yaxud gəncsən, o qədər çox belə video paylaşırdınız ki, məsəl üçün yaxşı usta olduğunuzu deyən yox idi, məsəl üçün təcrübəniz azdır, o qədər çox öyünməyin bu işlə, belə bir şeylə yazırdılar. Yazanlar bəli, çox olurdu, amma onlara fikir vermirdim, çünki danışanlar həmişə olacaq. Elə vaxt olur ki, markalar hərdən məhkəməyə vermək istəyir. Səbəb nədir? Yəni mənfiyə doğru danışırsınız yoxsa? Bəli, onları danışırıq, belə deyim də, satışlarını deyirlər azaldırıq eləyirik, ona görə. Hərdən elə bir şey deyirlər. Belə bir situasiya olub, sizi məhkəməyə veriblər yoxsa necə? Hələ ki olmayıb məhkəməyə vermək, amma zəng edib, yəni elə hərdən deyirlər. Təzyiq göstərirlər. Təzyiq göstərirlər, bəli. Başa düşdüm. Amma əslində keyfiyyətli nə lazımsa onu deyirsən, hansı ki vacib. Nədirsə onu deyirəm. Yəni videolarda hamısı gerçək. Nədirsə onu deyirəm. Mən eşitmişəm ki, bu işlə daha çox təcrübəli ustalar məşğul olur, amma siz gəncsiniz və sizə irad bildiriblər ki, bu işlə məşğul olma, çünki təcrübə lazımdır. Bununla bağlı nə deyə bilərsiniz? Belə deyim də, o qoca nəsil, Sovetin dövrü, yaşlı nəsil də, bəli. Sovetin dövründən gəlir. Hamısı Sovetin dövründən işləyənlərdir, gəlirlər indi. Amma biz yeni nəsil isə indi bunların içində böyük inomarkaları. Yəni bunların da hərəsi fərqli-fərqlidir. Yəni bizim cavan nəslin bildiyini qocalar heç sürə, yəni yaşlılar, yaşlı nəsil bilə bilməz. Yəqin bu da onunla bağlıdır ki, yeni müasir texnologiya. Bəli, təbii ki. İndi araşdırırıq biz, öyrənirik. Onlar o şey eləmir axı. Mən gördüm ki, TikTokda belə bir video var idi ki, siz dediniz ki, istədiyimə nail oldum, bu sahə ilə uşaqlıqdan məşğul olmaq istədim, artıq bu işin belə deyək, peşkarına çevrildim. Bununla bağlı tənqidi fikirlər səsləndirən oldu məncə, yazanlar. Nə yazdılar? Siz ən çox hansı mesajlara, hansı rəylərə rast gəlirsiniz? Belə deyim də, deyirlər ki, məsələn, ustadır, partdadır, nə bilim, nə eləyir, sexvə əl gəzdirginən, nə eləyən. Yəni, bu işdə o qədər də, məsələn, fikirləşdirir ki, vav, qazanc yoxdur. Yəni, bu işin qazancı olduğu qədər rasxodu çoxdur. Yəni, mən bu adicə Porsche'nun birini 15-20 manat alıram. Adicə bu Porsche'nun birini. Yağdır. Ən bahalı amortizator yağını mən istifadə edirəm. Yəni hal-hazırda 800 qramı 30 manatdır. 800 qramı 30 manatdır. Yəni çoxsu bilirsiniz nə edir? Götürürlər amortizatorun içindən çıxan yağdır. Baba gördüyünüz amortizatorun içindən çıxan yağdır. Bunu istifadə edirlər təzədən. Yəni bu da düzgün bir şey deyil. Bu yağ srokunu gedir. Amma mən də görüm. Əlimizi batırdınız. Heç nə olmaz. Gözünüzsə bir də əski verim. Bu onda istifadə edilmiş yağdan biz istifadə etməli deyilik. Bəli, onun qətiyyən amma istifadə bir çox olunmalıdır. avtomobil ustası istifadə edir. Bəli, videolarda da özünüz şahid olursunuz. Bəs onlara irad bildirmisiniz bununla bağlı? Təbii ki. Və nə deyiblər sizə? Nə deyəcəklər? Razılaşmayıblar. Razılaşır. Deyirlər işləyər, gedər, nə bilim nə, amma düzgün deyil.
Çoxsu yəni bu vaxta qədər götürürdü, yəni keyfiyyətsiz detallarla işləyirdi. Mən millətin gözünü açandan sonra göstərdim ki, yəni bu olmaz, bu olmaz. Məsələn, başqa ustanın da yanına gedəndə soruşurlar, maraqlanırlar ki, qardaş, sən hansı porşundan istifadə edirsən? Deməli, faydası olur. Bəli, təbii ki, faydası olur. Yəni bu yöndən çox yaxşı eləmişəm. Belə bir deyim də var ki, diplom olmadan iş tapmaq olmur, diplom önəmlidir. Təbii ki, başa düşürük, təhsil önəmlidir. Amma yəni ki, siz də bu işlə məşğul olduğunuz üçün bu fikirlərə razı deyilsiniz. Belə deyim də, diplom hər zaman önəmli deyil. Yəni, diplomsuz da gördüyünüz kimi işləmək olur. Sadəcə ağıl lazımdır. Yəni, bu işə də sabat lazımdır ya. Yəni, onu da sizə qeyd edim. Hərdən belə uçstek götürürəm yanıma, amma bu zamanədə elədir ki, uçsteklər qaçır. Bir damızı öyrənirlər, təzədən qaçıb gedirlər. Məsələn, görürlər ki, bir maşından, məsələn olsun Qalinvagen, 1200 manat, 1300 manat pul götürülür. Bunun rasxodunu görmür ha. Yəni bunun arxasında detallara verilən pulu, tokura verilən pulu görmür. Deyir ki, yox, mən də gedirəm bir dənə özümə iş kurum. Bir günə bu qədər pul qazanılırsa, mən də gedim özümə bir dənə iş kurum. Amma yanılırlar mı? Yanılırlar, bəli, təbii ki. Çünki bu işi qurmağa görə də külli miqdarda pul lazımdır. Bəs bu işi qurmaq üçün sizə nə qədər təxmini pul lazım oldu? Hardasa belə deyim də 25-30 min aralığı pul lazımdır. Bu işi qurandan sonra. Bəli, bəli. Atanız qurdu yoxsa siz qurdunuz? Atam qurdu. Amma siz artıq bu yolu davam edirsiniz. Bəli, bəli. Bəs sir deyilsə, məsələn, təxmini təbii ki də gündəlik qazanc nə qədər olur? Belə deyim də, gündəlik qazanc burada bilmək olur. Yəni bir gün 0-da qazana bilərsən, bir gün 1000-də qazana bilərsən, bir gün 500-də, bir gün 400-də. Bu səndən asılıdır. Yaxşı usta olsan həmişə qazancın olacaq. TikTok və digər sosial şəbəkələr olmadan bu işi inkişaf etdirmək olur, müştəri cəlb etmək olur, yoxsa İndi elə bir dövrdür ki, deyirlər yaxşı ustanın həmişə işi olur. O təbii ki, o konəşdir. Amma ki, böyümək istəyirsənsə reklamın olmalıdır. Yəni bu şərtdir. Bəzən olur ki, insanlar məsəl üçün istəyir öz işini qurmaq, istər avtomobil ustası kimi və yaxud digər sahələrdə, amma qorxurlar, nədənsə çəkinirlər. Sizcə nə üçün qura bilmirlər? Bilirsiniz, qorxurlar ki, yəni bir şey bilirsiniz necədir? Bunu bağlayın. Hə, bağlayın. Elə bilin ki, düzəldirsiniz də 50 minlik, 60 minlik, elə olur 500 minlik maşını düzəldirsiniz. Yəni siz bunun amortizator sistemində bir səhv eləsəz, müştəri bunu bəyənməsə, müştəri yəni belə deyim də, müştəri həmişə prav, yəni düzdür bu sənətdə. Yəni bəyənməsə bir şeyi sizə durub, yəni o 4 dənə amortizator aldıra da bilər. Haqqı var. Qayqa məsələn sarbat oldu, nə bilim nəsə oldu. Elə bir yerdədir ki, qalırsan belə axşamın 1 saat, saat elə olur ki 12-də, 1-də sıxırsan, tatap qırıldı. Gəlginən nə elə? Gedirsən, tokur gətizdirirsən, onu elətdirirsən, səhərə elə olur ki, səhər saat 4-ə qədər, 5-ə qədər mən bu işdə oturdum olur. 6-ya qədər, evə getdiyim olmayıb. Onu deyəcəydim, yəni burada gecələdiyiniz vaxtlar da olub. Təbii ki. Alıram, burada bir dənə yemək alıram, içliklə otururam, başlayıram, yeyirəm, yavaş-yavaş işləyirəm, edirəm. Sizdən təcrübəli ustalar da var, məlum məsələdir. Təbii ki. Onlarla rəqabətə girə bilirsiniz, yoxsa çəkinirsiniz? Təbii ki, rəqabətə girirəm. Yox, heç bir zaman o barədə çəkinmərəm. Bəs onlar tərəfdən hər hansı bir iradılar olursa? İradılar elləri olur ki, bəli. Görürlər ki, mən bunlar haqqında danışıram. Yəni bu porşunlar haqqında, klapan haqqında danışıram. Nəzəriyyəsini danışırsınız da? Deyirlər ki, mənə şeydir, onlar haqqında danışma. Yəni müştərilərin gözünü açma gidən. Sonra müştərilər gəlir şeydə, gəlib deyirlər ki, bu necə olmalıdır, bu necə olmalıdır, başımızı beynimizə aparırlar. Mən deyirəm ki, qardaş, mən bu millətin gözünü açsızam, açmışam. Yəni bu amortizator haqqında bu millət hər şeyi bilir. Yəni dursalar qabaqlarına bu millətin amortizator qoysalar yığmağa başlayarlardı. Yəni o dərəcədə hər bir şeyi göstərmişəm. Dururlar mənə deyirlər ki, məsələn, özünüzə görürsünüz mən kostyumla falan işləyirəm. Deyirlər ki, o maraqlı məqamdır. Hə, maraqlı məqamdır. Çünki insanlar bunu sevir. Mən bu işi görürsüz gözümdə sevə-sevə edirəm. Yəni bu gördüyünüz də bilir, kostyumum da burada da hal-hazırda elə. Bunu geyinərək işləyirsiniz. Bu geyinərək mən işləyirəm. Bəzən köynəkdə, bəzən kostyumda. Bəzən köynəkdə, bəzən kostyumda. Düzdür, orada siz yazmışlar ki, bəs pencəyiniz batmır və yaxud yağ olmur. Olsun. Bunu siz bilərəkdən belə geyinirsiniz ki, insanlar daha çox sizə rəy yazsınlar və yaxud gördüm ki, bir dəfə geyindim, gördüm insanlar sevməyə başladı. Yəni başladılar, xaricilər də gördüm ki, deməklər ki, nə bilim kostyumla işləyir, nə bilim maraq doğurmağa başladı. Bunun kostyumu İtalyandır, nə bilim dua edə yazmağa başladılar. Mən də başladım ki, kostyumla işləməyə. İnsanlar belə deməyə başladı, kostyumlu usta.
Elə deyirlər. Kostyum ustadı da yarandı, bəli. Sizin məşğulluğunuz hara qədər gedib çıxıb? Məsəl üçün yalnız Balaxanada, yəni Belə işlədiyiniz deyim. ərazinin məşğulsunuz, yəni popularsınız, yoxsa Azərbaycanın və yaxud Bakının digər qəsəbələrindən Bizim yanımıza Azərbaycanı qoyduq bir qırağa. Gürcüstandan, Rusiyadan belə amortizator sökdürüb göndərirlər. Hazır etdik bunu, yoxsa elə davam edir? İndi bunu aşağı, yuxarı eləyirik ki, yağı canına çəksin. Bütün ustalar belə işləyir, yoxsa bəzən onlar ki, işləri tam belə görmürlər? Yox, belə deyim də, çoxsu bu prosesi görmür. Belə deyim də, üstdən qaz vururlar. Yəni amortizator belə rezbə açmırlar, içini yığmırlar, içini açmırlar. Niyə bu belə etmirlər? Ucuz düzəlsin. Məsələn, indi hal-hazırda məsələn birini 25 manata da eləyən var, birini 30 manata da eləyən var. Mən bunu eləyirəm bir dənəsini 170-180 manata. Eləsi var eləyir 25 manata. O nə edir? Götürür məsələn, bax. Bu da həmən amortizatordur da. Bax görürsüz, eyni amortizatordur. Eyni. Bu görürsüz ştampovkadır. Bəli, bəli. Bu bax sizə göstərim. Çıxarmağa bir şey tapsaq buradan. Görürsüz ştampovka. Bunu sadəcə götürürlər bir dənə buradan belə dəmir salırlar, belə silindirdir də. Vəssalam, iş hazırdır. Saldı, qazı vurdu. So. O da indi nədir məsələ? Qazı vurandan sonra bu içindəki yağ qazlaşır. Plus ki müştəri gəlir ki, yəni bunda problem var da. Bunun nəsə içində problem var. Bəli, bəli. Yəni bunu qaz vurmaqla düzələn bir şey deyil axı, içinə müdaxilə eləmirsən. Yəni bunun içini bilməyən usta ola bilməz. Amortizator ustası, yəni avtomobil ustası sırf sizin çalışdığınız bax bu sahə ilə yaxşı qazanmaq olur, ailəni dolandırmaq, yaxşı qazanc Təbii ki, normal qazanc eləmək olur. Yaxşı usta olsan, normal dərəcədə qazanırsan. Siz burada işləyə-işləyə hansı başqa arzularınızı reallaşdırmısınız? Sırf məsəl üçün harasa səyahət etmək və yaxud başqa bir işlə məşğul olmaq? İnşallah qismət olsa, prosta hələ ki işdən baş ayıra bilmirəm. İnşallah xəyalımda bir dənə Dubaya gedim gəlim. Dubaya, sonra da Amerika istəyirəm. Görək də bu xəyalları... Amerikaya köçmək yoxsa? Yox. Yalnız gəzinti. Heç bir yerə köçmək istəmirəm. Yəni Azərbaycanda da işləmək... Burada işimi, bəli, böyütmək istəyirəm. Sırf burada işimi böyütmək istəyirəm. Bir növ sizin bu bax bu işlə məşğul olmanız onu göstərir ki, Azərbaycana doğrudan da təhsil almasan belə, hər hansı bir sahəni, sənəti öyrənsən, yaxşı işləyib qazanmaq da olar. Bəli, mənim inşallah yerimi böyüdəndən sonra yağma gəncləri toplayacağam. Gənc, yəni hansı ki bu işə həvəsi olanları var, çoxdur. Yəni Gürcüstandan belə yağma gəlib burada məndən öyrənmək istəyən var. Toplayacağam, hamısını öyrədəcəyəm bu nəslin, öyrənsin, yəni işləsinlər. Çox gözəl bir sənətdir. Həqiqətən çox gözəl bir sənətdir. Gələcək planlarınız nədir? Yəni gələcəkdə bu sahəni davam edəcəksiniz, yoxsa paralel olaraq başqa sahədə işləmək istəyirsiniz və yaxud bunu deyəcəksiniz ki, bu qədər işlədim bəsdir, yenidən bəlkə qayıdım mən ömrümün axırına qədər, yəni əlim açar tutana qədər, yəni bu işlə olacaq. Sırf ömrümün axırına qədər bu işi də böyüdəcəm. Yəni mən bu nöqtəyə qalmayacağam da, mən özümdən əminəm ki, bu işi mən çox irəli aparacağam. İndi necədir bu amortizator? Bir dənə basın özünüz yoxsunuzda. Aşağı düzdürmü? Hə, aşağı. İndi bərk aldı, qazı çoxdur indi buna lazım. Oradan İndi bərk aldı. Bərk. Bəli, bərk. Amma bu indi hal-hazırda içi Mercedes olduğuna görə Mercedes-lə də öz Radno'nun arasındakı fərq nədir? Öz Radno'nun iç gilzası balaca olur. Balaca olduğuna görə də içindəki yağın gediş-gəlişi az olur. Mercedesdə isə iç gilzası yekə olur bu. Bu isə yekə olur. Yekə olduğuna görə də yağın gediş-gəlişi çox olur. Bizdə amortizator artıq qaydasındadır. Qaydasındadır, bəli. Bir dənə də sual verim, onu yekunlaşdıraq. Siz TikTokda fəaliyyətinizi davam edəcəksiniz. Bax, orada başqa hansı məlumatlar verəcəksiniz? Məsəl üçün, bu işlə məşğul olan gənclər də təbii ki var və istəyərlər ki, bu işlə məşğul olsun. Onlar hansı tövsiyələriniz var? Mən gənclərə deyirəm ki, başqa indi bu sahə yox, indi başqa avtomobil sahələrində Məsəl üçün, təhsil almayıb, amma düşünür ki, artıq həyatı bitib, təhsilsiz iş tapa bilməyəcək və s. Bununla bağlı nə deyə bilərsiniz? Mən onlara deyirəm ki, gedin bir usta yanına. İndi hal-hazırda mən məsləhətim elektrikli ya da amortizator olsun. Slesarlığı o qədər yox, motorist,
amortizator, elektrikli bu yönlərdə deyirəm ki, gedin işləyin. Durun bir dənə usta yanında, baxın əlinə. Öyrənin. Onun öyrəndiyinizin üstünə də hər uçnik ustasından çox bilir. Öyrəndikdən sonra ustasından çox bilir. Yaxşı öyrənsin. Hər usta da ki, bütün sənətin incəliklərini öyrətmir. Bir dənə nöqtəyə də buraxır. Uçnika hər şeyi öyrətmir. Deyir ki, ged özün öyrən günə. Yəni təhsil kimi sənət də vacibdir və Azərbaycanda var bir neçə peşə məktəbləri var ki, orada müxtəlif sənəti öyrədirlər insanlara. Və bununla bağlı onlar orada gedib öyrənə bilərlər və ya siz demiş hansısa bir ustanın yanına da gedib öyrənə bilərlər. Mən o peşədə gedib öyrənməkdənsə, mən usta yanında durub öyrənməyi, amma yaxşı usta da.